məmnuniyyətlə bizim çox görkəmli alimimiz Professor Asif Rüstəmliyə verirəm. Əsəd müəllim, təşəkkür edirəm. Çox gözəl də məclis aparırsınız və indi dediklərim hesab edirəm 3 dəqiqəyə daxil deyil və mən bunu demək istəyirəm ki, son dərəcədə maraqlı bu tədbiri. Əvvəl Beyləqandakı tədbirimizdə mənim çox xoşuma gəldi. Bəlkə də elə ona görə 3 dəqiqəni burada xüsusi vurğuluyursunuz. Növbə mənə çatanda. Mən elə həmişə fikrimi Saadət xanıma demişəm. Yəni, mən digər yoldaşlarım dəqiqə bağışlaya bilərəm 2 dəqiqəmi. Yəni, bitirib bu dəqiqə bitirə bilərəm. Hər dəqiqə yalnız əvvəldən elə. İki-üç kəlmə demək istəyirəm ki, Saadət xanıma. Saadət xanım Ədəbiyyat İnstitutunun geçirməsidir. Deməli, Saadət xanımın bir alim kimi kütlələşməsi sırf Ədəbiyyat İnstitutunun bağlıdır. Mən yadımdadır 93-cü ildə, bir 32 il bundan qabaq. Genç bir qız idi, o bizdə gəldi aspiratoriyada oxuyanda, sonra ilk müdafiəsi namizədli işini görməndə. Bugünkü bu monoqrafiyası Qarabağdan yazan şair və yazıçılara həsr olmuş monoqrafiyası, Tiflisdə doğulmuş bir gənc qızın Qarabağa olan məhəbbətini mən deyərdim pasportudur, sənədidir. Bax, bu, deməli, burada Sabir mənim çox gözəl dedi ki, bunu yazmaq olar, ancaq buradakı 250-dən yuxarı kitabları, əsərləri bir-bir oxuyub, onu ümumiləşdirmək lazımdır. Bu baxımdan hesab edirəm ki, ömrünün müəyyən bir qismini bu, deməli, əsərə, monoqrafiya sərf etdiyinə görə burada əyləşən bütün Qarabağlıların adından 2 qat təşəkkür edirəm Saadət xanıma. Saadət xanımı qeyd etdiyim kimi uzun illərdir tanıyıram. O, həm Ədəbiyyat İnstitutunda, elmi şuralarda çıxışları, həm yadımdadır mənim bir 5-6 il bundan qabaq mən Ali Əsası Komissiyası şöbəsində işləyəndə ekspert kimi orada onun rəyləri, bəzən çox obyektiv münasibəti, həddindən artıq onun bir şəxsiyyət kimi, alim şəxsiyyətinin formalaşmasının bariz mən nümunəsini görürdüm və qeyd etmək istəyirəm, xüsusilə vurğulamaq istəyirəm ki, Saadət xanım bu əsəri ilə də bizim həm müstəqilliyimizə, həm deməli Qarabağımızın zəfərə aparan əsərlərini özünün bir elmi əsərə çevirməsində Qarabağımıza və onun uğrunda olan mücadiləyə öz zəhmətini qoymuşdur. Mən hesab edirəm onun yazı masası Qarabağda döyüşən igid döyüşçülərin səngərlərindən heç də isti olmuyor. Bu mənada ki, yəni həmin səngərlərdə bizim döyüşçülərimiz hansı hiss və duyğuları keçirirdisə, bax, bu kitabı yazmaq üçün bütövlükdə o hissləri yaşayan bir adamdır. Məsələn, mən elə gəlir, adı ən az çəkilən adamların əsərləri haqqında da burada bir. Bu yaxınlarda mən Şafə Məmmədlinin Zəngulə əsərini oxumaq olmur. İnsanın qanını donduran çox dəhşətli hadisələr, lövhələri verilən bir əsərdir. Ancaq o qədər də populyar deyil. Məhz bu əsərdə görəndə ki, onun çox yığcam, dəqiq, belə deyək ki, haqqında fikirlər verilir və mən Saadət xanımın bu gözəl, möhtəşəm əsəri ilə bağlı bir daha təbrik edirəm. Həm də onu qeyd etmək istəyirəm ki, Sabir müəllim, Ədəbiyyat İnstitutunda ədəbiyyat yaratmaq, ədəbiyyat yazmaq, çalışmaq üçün çox mühbit bir mühit var. Və mən hesab edirəm ki, o yaradıcılıq mühitinin nəticəsidir ki, belə samballı həm də əsərlər ortalığa çıxır. Oradan da doğru vurguladınız ki, müəllim gələndən sonra
Ədəbiyyat institutunda demək olar çalışmayan və yaxud prosesə qoşulmayan adam və yaxud prosesdən kənar qalan adamlar özləri oranı tərk edirlər və yaxud çıxıb gedirlər. Bu çox samballı bir əsərdir Sadət xanımın bu gün təqdim olunan kitabı. Çünki mənim də bir zaman araşdırdığım mövzu, xüsusilə marşla bağlı mövzuda da janr məsələlərini mən kitabda görürüm. Bir daha Sadət xanımı təbrik edirəm və ona uğurlar arzulayıram. Sağ olun.